İctihad elədi şeytan. İctihad. O ictihad eləyənlər var, səsini atırlar başlarına. İctihad eləyir də özündən. Öz rəyini neynir, gətirir şəriətə neynir? Yüklüyür, oradan sonra başlayır öz nəzərin deməyə, filan eləməyə. Bunu da qeyd edeyim ki, yadınızda qalsın. O ki bizə deyiblər, Qur'anla, hədisi qoyun qırağa filan. Mənası budur ki, yəni hədis desən mənə məsumun sözü ilə Qur'anı şərh eləyəcəksən. Şəriəti mənə onların sözü ilə deyəcəksən. Sənə deyirəm bunları qoy qırağa, mən öz fikrimlə sənə başa salım. Deyim ki, şəriət nədir? Şəriət mənim düşüncəmdir. Mən sənə deyim, Qur'an, yəni mənim düşüncəmdir. Ona görə deyiblər, hədisi qoyun qırağa.